Herkese salam. Biz insanlar xeyirlisini diləyirik, amma yanında asandını da istəyək. İstəsəz Instagramda Ümrə Hicab yazın. Möhtəşəmdir tikilişləri. Bəbələr var Ömər orada qapısında onun. Herkese salam. Kanalıma və yeni bir vloguma xoş gəlmisiniz qızlar. Necəsiniz? Ümid edirəm hər kəs yaxşıdır. Yeni gələn izləyicilərim var. Hər birinizə xoş gəlmisiniz deyirəm. Abunə olduğunuz üçün çox təşəkkür edirəm. Hər gün mənə gözəl yorum yazan, o əlləriniz var olsun deyirəm. Əvvəldən məni izləyən qızlar, Ülviyə bacı nə yaxşı hər gün vlog paylaşırsan deyən qızlar, hər birinizə təşəkkür edirəm ki, mənə dəstək olursunuz. Çox minnətdaram. Bu arada deyəcəksiniz ki, Ülviyə bacı niyə yataq otağından başlayır salamlaşmağa? Görürsünüz hələ qızlar səhər yeni açılır. Sübh azanı vaxtıdır. Rəbbimdən sizlər üçün də dua edəcəm. Sizlər üçün hər şeyin ən gözəlini diləyəcəm. Ən asanlığını və ən xeyirlisini diləyəcəm sizlər üçün. Bəzən biz insanlar xeyirlisini diləyirik, amma yanında asanlığını da istəyək. Çünki bəzən bizim üçün xeyirli olan çox keşməkeşli yollardan gedir. Onun üçün də Allahdan istədikcə istəyin. Çünki Allahın bizə verə bilməyəcəyi heç bir şey yoxdur. Nəyəsə də gecikdirirsə gözəlləşdirir mütləq. Sübh azanı vaxtıdır. Az qalıb sübh namazdan. Hər birimiz bol-bol dualar edək və günə bismillah deyək. Bu arada yerimi yatağımda qəşəng yığmışam. Günə enerjik və gözəl başlamışam. İnşallah bugün də vlogu çəkib, sonlandırıb, montaj edib vaxtında sizinlə bölüşə bilərəm. Bu arada bunu da deyim ki, mən izləyicilərimə söz vermişəm ki, hər günə bir vlog paylaşacağım sizlər üçün və axşam 11-ə 10 dəqiqə işləmiş. Mən hər gün axşam 11-ə 10 dəqiqə işləmiş gözləyin. İnşallah ki, Allah nəsib eləsə, hər gün görüşəcəyik. Təbii ki, sağlıq və özəl problemlər olmadığı müddətcə bu belə davam eləyəcək. Hansısa gün gələ bilməsəm, bilin ki, nəsə bir şeylər olub. İnşallah ki, amma yaxşı şeylər olsun həmişə. Amma insanlıqda bəzən problemlər də olur, bəzən xəstəlik olur, bəzən narahat ola bilirik, nasaz ola bilirik. O zaman bilin ki, yəni yoxamsa nəsə baş verib ki, yoxam. Belə qızlar, gününüz xoş açılsın inşallah. Dualarımızı edək. Günə pozitiv və enerjik başlayaq inşallah. Qızlar, ürəyim nə vaxtı istəyirdi kaşa. Hər gün də unuduram. Axşam ürəyim istəyir, səhər unuduram bişirim. Amma uşaqlığımızdakı kimi belə ortasına anam kərə yağı qoyardı, üzərinə biraz şəkər tozu sərpişdirərdi. Belə bir kaşa istəyirdim. Qəşəng özüm üçün hazırladım, yedim. Nə qədər ki Ömər yatıb. Özümü biraz vaxt ayırdım və daha sonra günorta yeməyini bişirməyə başlayacağım. Qızlar, bismillah dedim və günorta yeməyini bişirməyə başladım. Demək, özüm üçün qaşanı yedikdən sonra Ömər qalxdı. Elə Öməri yerləşdirdim. Nə bilim, pijamasını dəyiş, yeməyini ver, suyunu ver, vitaminini ver. Bir də gördüm ki, artıq günortaya az qalıb. Tez dur yeməyini bişir. Bugün menyuda bizdə qreçka idi. Bəlkə sizlərdə bir ideya olar. Düzdür, bir çoxunuz mənə yazırsınız ki, Ülviyə bacı, axşam paylaşmağın çox yaxşı oldu. Çünki axşam biz bütün işlərimizi yekunlaşdırıb, özümüzdən tək qala bilirik və telefon əlimizdə vlogları rahat izləyirik. Çünki mən də sizlər kimiyəm, bilirəm o saatlarda mən də elə rahat oluram. Telefon əlimdə olur və istədiyim xanımların videolarını izləyə bilirəm. Və sizlərin də kommentlərinə o saatlarda cavab verə bilirəm. Düşünürəm ki, bəlkə elə axşamlar bugün nə bişirdimi fikir verib, növbəti günə sizə bir ideya olar. Demək, bugün qreçkadır. Bugün ikisi, elə bir ki, padivkadan bir onu pişirmək istədim. Amma normalda, məsələn, qreçkanı qovurmadan əgər padivkanın üzərinə əlavə edib, üzərinə su falan biraz əlavə edib bişirirsənsə, mən bu səfər qreçkanı ayrıca bir tavada qovuracağım. Çünki onda onun dadı bir başqa ləzzətli olur qovuranda. Qovurmayanda belə elə bilirəm ki, su kimi dadır. Belə indi gedişatı sizə göstərəcəm. Demək, bir dənə də markov dedim əlavə eləyim. Ömər üçün vitamin olar. Həm də dadlı olur. Qreçkaya çox yaraşdırıram markovu. Toyuğun sinətini qəşəng qovurdum. Biraz üzərinə soğan əlavə elədim, qovurdum. Biraz da duz əlavə elədim ki, suyu yəni ki, çəkilsin yavaş-yavaş.
Yağa düşdükdən sonra da indi markov əlavə elədim. Yəni yer kökü. Yer kökünü də biraz qovrulsun, sonra tomat əlavə eləyəcəm. Ondan sonra da qreçkanı ayrıca qovurmağa başlayacağam. İndi bir tərəfdə də qreçkanı yuyum, qəşəng. Gördüyünüz kimi yuduqdan sonra da əlavə edirəm yağ əlavə elədim qazana. Biraz da duzla qovururam bunu. Bu da toyuğum. İndi tomatını da əlavə edəcəm. Buna da su əlavə etməyəcəm. Elə qovurduqdan sonra bunun üzərinə su əlavə edəcəm. Bax gördüyünüz kimi. Sonra qreçkanı bura əlavə elədim. Elə bir yerdə qəşəng bişdilər. Çox dadlı oldu, çox qəşəng çıxdı. Burada da atam belə qəfil gəlib bizə. Mənə deyir ki, qabaqcadan qapı açıqdırsa, səsinizi çıxartmayın. Mən gələcəm. Həyətin ortasına, yəni ki, oyuncağı belə qoyacaq. O şimdi sürpriz eləyəcək Ömərə. Biz açmışıq qapını, papam əvvəl gizlənmişdi. Ömər də şokdadır ki, bu oyuncaq hardan çıxdı. Belə uşaq sevindi, çox sevindi. Babasını da görəndə oyuncaqdan da çox sevindi. O şimdi belə oynadılar. Bu maşını da hardan tapıb atam bilmirəm. Çox qəşəng maşındır və qapısı falan da belə qəşəng açılır. Ömərin çox xoşuna gəldi. Yanma gelsin. Yanıma gelsin, gelsin de. Şey gelir yanıma bak. Bak kapılar bağla. Bak burada da bağlandı ya kapıları. Hop! Sürüşü. Çok Ömer'in anne. Gəl bura, mən sənə baxacaq. Sən nəsən belə? Bu şey ne kovalım? Şimdi Bu şey ne? Bəbələr var Ömər orada qapısında onun. Bəbələr. Kapılarım sarsılır. Yandakiler de açılır. Oğru da var Ömər. Səni vurarsa. Hırsızlar içəridədir də, tutub hırsızları. Oğruları, pis adamlar tutublar. Açılacak hamısı açılır. Bak kapılarım. Açılır hamısı açılır. Harda doğru. Oy. Fırlanır. Siz kaçırsan. Fasıl. Bana fasıl oldu. Ömer ne kadar ışıklar var. Ömer 10 sene içinde ne renk var? Mavi, ağaç sağ ol. 3 tane değil. İşte. Doğrudan kutlayasın. Yaxşı, çox şey eləmədi. Ya, arada bir işlət ki, xarab olmaz. İndi belə sürəcək. Qızlar, 2 dənə bağlamam gəlib. Onun üçün çox sevinirəm. Sima hicabdan, bir də ümrə hicabdan geyim sifariş vermişdim, don sifariş vermişdim. Onlar gəliblər. Bu arada vaxtım yox idi. Mağazaya yaxınlaşım. Elə uzun zamandır ki, online baxırdım oradakı yeni yay kolleksiyasına. Və yay geyimlərindən 2 dənə seçdim. Demək, bu ümrə hicabdan aldığım. Baxın, belə keçmiş logolar da var. Ümrə hicabdan aldığım yaşıl dondur. İkisi də kətan dondur. Bu arada mən keçən il kətan donlarını özüm istəyirmişdim. Özün tikəndə də qızlar sərf eləyir. Amma belə endirimdə məhsullar tapanda da sevinirəm. Çünki özün tikəndə zaman itirirsən, get parça axtar, dərzi ilə danış, hamısına vaxt gedir. Ona görə də belə də sərf eləyir. Əlbəttə ki, bu dəqiqə hicab geyimləri çox bahadır. Amma mən şəxsən başa düşürəm. Bəzi geyimlər var ki, onlar Ərəbistandan gəlir və baha olmağı normaldır. Çünki bu insanlar kirayə pulu ödəyirlər, arenda pulu ödəyirlər, vergi ödəyirlər. Özlərinə də bir şey qalmalıdır, kargo pulu var. Bunlar hamısı üst-üstə gəlir. Ona görə də məsələn mən Dubai istehsalı geyimlər alanda tutalım ki, bu adi sadə maçlı şərfdir. Bunu 11 manat almışamsa, amma Dubai istehsalı Kaşko brendinə məxsus olan şərf və yaxud hazır hicablar alanda bu biraz baha olur. Amma qiymətinə görə keyfiyyəti də əlbəttə ki, bir başqadır. Məsələn, bu yaylıqlar daha ağırdılar. Yayda daha çox adamı narahat edirlər. Amma Dubai istehsalı olan Kaşko brendinə məxsus. Bu arada hər mağazada da həqiqi kaşka deyil. Çünki mən bir dəfə yalancı kaşka mənə satıblar. Və mən artıq həqiqi kaşka ilə yalancı kaşkanı ayıra bilirəm. Çünki sintetiklik olur tərkibində. Elə olmalı deyil amma. Nəfəs alan belə parçadır, sərinlik verir yayda adama.
Demək olar ki, hicablarımın hamısı Kaşko brendidir. 1-2 belə macli sadə şərf kimi belə taxdığım hicablar var ki, adi mağazalardan almışam. Bu belə. Məsələn, ziyafət geyimləri həmişə soruşurlar mənə. Ziyafət geyimlərim demək olar ki, hamısı əl işləməsi, hamısı belə, yəni necə ki toya özənirik, geyinirik. Yəni açıq, başı açıq xanımda olanda, əlbəttə ki, onun qiyməti, ziyafət geyimin qiyməti fərqli olur sadə geyimlə. Bunu buradan demək istəyirəm. Bəzən deyirlər ki, filan əba çox bahadır. Deyirəm, bəs o əbanın üstündəki əl əməyi, göz nuru, muncuqlarla işləmələr, onun materialı, onu oradan bura gətirmək əlbəttə ki, biraz baha olacaq. Necə ki, toya hicabsız xanımlar da bəzənib düzənəndə biraz baha başa gəlir. Eyni qaydada bu hicablara aiddir. Amma sadə geyimləri bəzən həddindən artıq çox, məsələn, bəzi ad çəkməyəcəm hicab mağazalar var ki, sadə kətanı qoyub 110 manata, 150 manata. Bu artıq birdən-birə varlanmaq istəyinin olmasıdır. Onlar biraz göz tox olsalar yaxşı olar. Amma bax, ümrə hicabdan, sima hicabdan çox razıyam. Çünki həqiqətən haqqını verir. Yəni ki, işlərinin, əməklərinin haqqını verirlər. Baxın, belə bir qəşəng ümrə hicabdan. Burada hələ rəngi tam düşmür. Sizə göstərim. Arxa kamerayla belə yaşıl olduğu düşür. Qəşəng. Baxın, belə bir sadə bir dondur. Qol detalı belədir. Baxın, belə bir qol detalı var. Bunları geyinib, geyinəndə sizə göstərəcəm. Amma bugün geyinməyəcəm. Baxın, belə sinə hissəsində də belə bir detal var. Buralarda bir yerdə hazır mağazadan olan şəkli paylaşaram. Baxın, belə çox qəşəng. Neçə almışam sizcə? 45 manata. İstəsəz Instagramda ümrə hicab yazın. Möhtəşəmdir tikilişləri. Çox səliqəlidir. Qoluna baxın. Çox səliqəlidir. Xoşum gəldi. Boyun hissəsi. Düyməsi. Hər şey. Hər bir detal. Arxadan belə butiçkası var. Baxın. Səliqəlidir. Çox qəşəngdir. Çox gözəl özdə kətandır ya. Hətta mənim özümə aldığım kətandan da qəşəngdir material bu kətanın. Belə. İndi baxaq. Sima hicabdan aldığım dona. Bu da kətandır. Bunu da buralarda bir yerdə rəsmini yerləşdirərəm. Model üstündə olan rəsmini özüm də geyinəcəm. Əlbəttə ki. Amma bugün yox qızlar. Bugün bu sevdiyim mənim çəhrayı rəng. Qarşısında belə bir detalı var. İplə bağlanır. Baxın, belə. Belə varatnik hissəsi pencək varatniki kimidir. Çox qəşəngdir. Amma bu hissə açılmır da qızlar. Bura belə bağlı olur. Yəni bunu mən tutmuşam deyə axışqan material deyə açılır, amma açılmır. Yəni, hicabı da rahat içəri sala bilərsiniz. Belə. Çox qəşəngdir. Yəni bu hissəsi də abnimiya fasonundadır. Bunun da eyni qaydada tikilişi falan hər şey çox gözəldir. Baxın. Belə bir kurdele detalı var. Bu da əl hissəsidir. Burada bir yerdə şəklini yerləşdirəcəm inşallah. Belə. Baxın, belə bir şeydir. Sonra burada məndə yeri yoxdur. Mən yerləşdirə bilmirəm yaxşı. Kameranı bəlkə belə qoyum. Hə. Baxın, belə bir şey. Gördünüz, nə qəşəngdir. Gəzməyə falan gedəndə görərsiniz əlimdə inşallah. Belə, sizi qoyum yuxarı başa. Belə qızlar, sima hicabdan aldığımı da 30 manat aldım. 50 manata satışdaydı. Son bir ədəd qalmışdı. Elrazmeri və endirim eləmişdi xanım 30 manat. Həmən dedim ki 30 manata heç nə vermirlər. Ürvə götür bunu da. Belə 2 dənə də əlavə yay geyimim olmuş oldu. Gedək indi yeməyimizi hazırlayaq. Süfrəmi hazırlayayım, şu an hazırlayayım. Oğlumla qəşəng yeməyimizi yeyək. Ondan sonra nə iş görsəm yenə çəkəcəm sizlər üçün. Getdik. Qızlar, yavaş-yavaş başladım qablarımı yumağa. Yemək yedik. Ömərə də yemək verdim. Bu arada dəm çaynikimi də gətirdim, qoydum rafindən kənara ki, onu da qəşəngdə yuyacağam. Səhər dəmlədiyim çayı da heç az içdim, 1-2 stəkan içdim. Qalıb uca köhnəlib dəm, onu atmaq lazımdır. Qab yuya getdim sizlə bir şey haqqında danışım. Keçən vlogların birində bir izləyici mənə yorum yazmışdı ki, bəs Ürvəyə bacı Ömərin Pampersdən çıxma məsələsi ilə bağlı
danışardınız. Qızlar, mən o haqda bir də onu deyim ki, öz övladınızı nəinki pampers məsələsi heç bir şeylə, heç kimlə müqayisə etməyin. Çox böyük bir yanlış olar ki, filan kəsin uşağı, nə bilim bacımın uşağı, qardaşımın uşağı, əmi uşağı, dayı uşağı, filan kəs filan vaxt çıxdı, qarşıya keçdi, nə bilim nə oldu. Bu şeylərə fikir verməyin. Deyin niyə? Çünki uşaqlar fərqlidir. Adicə özümüzdən götürək. İki bacı, iki qardaş, ya bacı qardaş ola bilərik. Amma bizim yeməyimiz, yeriməyimiz, danışmağımız, ayaq yolu vərdişləri falan bunlar hamısı fərqlidir hər uşaqda. Yəni hansı ananı dendirsən deyəcək ki, məsələn oğlum falan vaxt gəzib, qızım falan vaxt və yaxud qızım falan vaxt olub. Yəni bu şeylərə çox da beyninizə salmayın. Bilirəm biz anaları çox qıcıq eləyir ətraf. Elə ən yaxın çevrə bəzən insanı sinir eləməyi bacarır, sağ olsunlar. Ay uşağın hələ də pampersdədir, ay nə bilim nədir. Yəni çoxmu mənim uşağımı düşünürsən, bəzən insan istəyir demək. Çoxmu düşünürsənsə o zaman gəl sən mənə kömək elə, baxaq görək onu pampersdən çıxardıb bilirik. Yəni heç bir faydası olmayan insanlar durmadan suallar verə bilirlər, amma siz onlara fikir verməyin. Birinci bunu deyim, öz əsəblərinizi pozmayın. Sadəcə onu bilin ki, hər uşaq fərdidir və məsələn mən indi öz oğlumdan misal çəkim. Mənim yaxın çevrəmdə elə adam var ki, deyir ki, mənim bir uşağım məsələn 1 yaşında qarşıq vərdişini öyrənib, amma o biri uşağımı öyrədə bilmirəm heç cürə. Və yaxud öz doğma bacımdan deyim, onun oğlu 2 yaş heç olmamış idi, səhv etmirəmsə, ola bilər bəlkə nəsə yanlış deyim, amma yəni ondan gec deyildi, bilirəm. Bacım onu öyrədə bildi və o uşaq öyrənməyə reaksiya verdi. Amma mənim oğlum, mən 2 yaşından, hətta yaş yarımından cəhd edirdim, heç cür Ömər reaksiya vermirdi. Sadəcə evi batırırdı və əsla oturmaq istəmirdi, ağlayırdı, qışqırırdı və uşağı ağladaraq, qışqırdaraq sən öyrədə bilmərsən heç nə. Bu yemək vərdişinə də aiddir, digər vərdişlərə də, yəni hər şey bir zaman lazımdır. Uzun sözün qısası, yoldaşımın bir sözü məni biraz rahatlaşdırdı. O dedi ki, Ülviyə, sən nəyə fikir edirsən? Heç kimin uşağı məktəbə gedənə qədər pampersdə qalmır. Uzaq başı 3, çox olsun 3 yaş yarıma qədər bu uşaq bunu öyrənəcək. Hər uşaq fərqli olduğu üçün. Və Ömər həqiqətən də 3 yaş ad günü oldu və 10 gün sonra o özü mənə reaksiya verməyə başladı. Hətta qarşı ona göstərirdim, hə burada çişmə eləyirlər falan, sual verməyə başladı. Yəni nitqi də tam gəlişməmiş uşaqla bunu eləmək çox çətindir. Tam olaraq fikrini izah etməyən uşaqla da bunu öyrənmək çox çətindir. Ona görə də izin verin ki, yavaş-yavaş fikrini izah etməyə başlasın, bir sizi qavrasın, bir nə etdiyini anlasın ki, sizə siqnal versin dediklərinizə. Və heç nə, və evi batırsa da, məsələn, evi batıranda biraz biz xanımlar çox hisslənirik. Əgər batırsa eləsə də bir dənə onu tez fikirləşin ki, əsəbləşmə. Bir şey ki, sən yığışdıracaqsan, bunun üçün əsəbləşmək lazım deyil. Bir bez, bir su kifayət eləyir. Bunu deyin və daha səbirli davranmağa çalışın. O hazırdı, bunu hiss etdim və həqiqətən də reaksiya verdi mənə. İlk gün bircə dəfə qaçırtma oldu. Ondan sonra heç qaçırtma etmədi. Hətta biz təcrübə üçün onunla bir yerdə marketə belə getdik pampers taxmadan və mən yol boyu ona baxa, yolda çiş etmək olmaz, sən evdə eləmisən falan deyib başa salırdım və o hətta kassada dayananda mənə ana burada çiş eləmək olmaz, düzdür, sual verdi. Hətta kassir qız belə güldü və biz belə başa düşdük ki, küçədə eləmək olmaz. Və yaxud gələndə anaya demək lazımdır. Evdən çıxmadan öncə mütləq getmək lazımdır. Yatmadan öncə mütləq getmək lazımdır. Bir də biz anaların etdiyi ən böyük səhv yatanda pampers tax sözüdür. Bunu çox böyüklər məsləhət görürlər, amma həkimlər məsləhət görmürlər. Çünki uşağın beyni qarışır o zaman. Hə, pampers taxdım, aha, çişi edə bilərəm və yaxud digərini edə bilərəm rahat. Pampers bu səfər də gündüz taxmayanda qaçırtmalar yenə başlayır. Yəni bir gün təcrübə edin. Əgər görsəz ki, uşaq reaksiya vermir, məcbur etməyin və gözləyin. Bir həftə, 10 gün sonra yenə təklif edin. Və ta ki o öz xoşu ilə o qarşıqda və yaxud da ki tualet darlayıcılarda o belə qapaq kimi olur, onun üstündə oturana qədər. Belə bir də görəcəksiniz ki, o artıq öz işini görür və siz də rahatlaşmısınız. Sadəcə səbirli olun, əsəbləşməyin və ətraf mühitə qulaqlarınızı bağlayın. Öz uşağınızla özünüz hiss etməyə çalışın ki, nəyə nə zaman hazırdır. Yəni xüsusi bir metod yoxdur. Sadəcə incə məqamlar, səbirli olmaq, əsəbləşməmək, qışqırmamaq, hətta evdə batırsa belə, ay niyə elədin kimi reaksiyalar verməmək. Çünki o zaman onlar çişlərini saxlaya bilirlər və daha da problemlər çıxır onda. Qətiyyən qorxutmamaq lazımdır və axşam fikir verin, axşam taxmayın pampers. Apteklərdə satırlar bezlər belə altı klonka kimidir, üstü pambıq kimidir. Ondan taxın, onu prostinin altına sərsəz daha yaxşı olar. Çünki belə yoxsa sürüşmə ola bilir. Yəni uzaq başı alt tərəfi prostin batmış olacaq. Başa düşdünüz necə? Və hətta əgər etmək istəyirsinizsə bunu yay gəlməmiş edin. Bəzi insanlar yay
daha yaxşıdır deyir. Amma xeyr, mən bu fikrinə razı deyiləm. Çünki yayda mən etmək istəmişdim. Bu bizdə alınmamışdı. Çünki yayda daha çox küçəyə bacaya çıxırıq. Amma tualet vərdişini öyrənmək istəyən uşağı mütləq ki, evdə bunu eləmək lazımdır. Ev mühiti, yəni evdən bayıra çıxmasın bir neçə gün ki, o vərdiş yaransın. Belə qızlar. Bu qədər. İnşallah ki, fikrimi izah edə bildim. Əgər nəsə əlavə suallarınız olsa, şərhlərdə görüşərik inşallah. Belə vlogu burada bitirmək istəyirəm. Qəşəng çay dəmləyirəm. Çayımızı içək, biz nuş eləyək. İnşallah növbəti gün, növbəti vlogda görüşərik. Başqa nə suallarınız da varsa, şərhlərdə yazın. Növbəti vlogda mən suallara cavab verim. Hələlik, Allaha əmanət olun. İnşallah yenə görüşərik.